Sizə təqdim edəcəyimiz Qarabağın 4 fərqli məkanında həyata keçirilmiş tikinti və bərpa prosesinin yaratmazlığını əks etdirən video görüntülər yalançı rəsmi təbliğatdan fərqli olaraq çox gerçək mətləblərdən xəbər verir. Video görüntülərdə hər şey var. Bərpa adı altında mənimsənilən milyonlar, işsizlik, yoxsulluq, torpaqdan ayrı salınmış, düşərgə həyatına məhkum edilmiş keçmiş məcburi köçkünlər, hüquqsuzluq, məmur özbaşınalığı, başqa sözlə desək, bir millətin faciəsi, dərd, sər, əzab, əziyyət, zillət, mərhumiyyət deməklə danışmaqla qurtaran deyil. Ən yaxşısı qoy elə şahidlər danışsın. Bura Zəngilanın Ağalı kəndidir. 2 ildir, 2 il, 2 aydır köçmüşük. Biz Zəngilanın Ağalı kəndində yaşayırıq. Biz bura köçdük. Bizi bura köçürəndə bizə söz verdilər ki, həyatınız yaxşılaşacaq, güzaranınız gözəlləşəcək, hər bir şey yaxşı olacaq. Lakin elə olmadı. Gəldik, işlə təmin edən olmadı, soruşan olmadı ki, açsınız, susuzsunuz. Tikdikləri ev partlayıb tökülür, gördüyünüz kimi baxın. Sökülür, tökülür. Nəmişlikdən evlər çatlayıb, hətta içərdən çatlayıb, sökülmək üzrədir. Çöldən də gördüyünüz kimi bax, belə evlər çatlayıb, tökülür. Zəng vururuq, bir insan gəlib baxmır, soruşmur, düzəltmir. Özümüz əlimizdən gələni eləyirik, düzəldirik, sakit yaşayırıq. Buna baxmayaraq, burada bu 2 il, 2 ay ərzində mən 2 dəfə canıma qəsd eləməyə çalışmışam. Lakin uşaqlar mənə mane oldular. Bura gəldiyimiz bir gündən əlində heç bir prokuraturadan icazəsi olmadan, göstəriş kağızı olmadan, polislər iş vaxtı, işdən sonra, hətta gecə vaxtlarında hərəsi əlində bir kitab alaraq insanların pəncərələrindən evləri çəkirlər. Nəysə, uzun sözün qısası burada yaşamaq bizim üçün bir cəhənnəm oldu. Azərbaycanın ilk ağıllı kəndini, Zəngilan rayonunun Ağalı kəndini As Group Investment şirkəti tikib. Şirkətin təsisçisi, prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovdur. As Group Investments tikintini tendersiz, filansız 2 mərhələdə aparıb. Birinci mərhələdə Ağalıda 200, ikinci mərhələdə isə 150 fərdi yaşayış evi tikilib. Biz Ağdam rayon Sarzalı kəndinə köç etmişik. Hal-hazırda həmin evdəyik. Həmin evdə bütün divarlar damır. Vedraları yığmışıq ki, evimiz su olmasın. Buna baxın, hər yerdən bax, damır. Evimizə nə su verilir, nə qaz verilir. Bəxtinin susundan ölürük, bilmirik necə edək. Baxın, su da gəlmir. Baxın, qaz da yanmır. Bir ayda bura köç edilibdir. Qaz, su verilməyibdir. Ölürük, bilmirik necə edək. Uşağım da baldı uşaqdır, xəstələnibdir. Bilmirik necə edək. Biz də bura köç edəndə deyilmiş ki, qazımız, suyumuz, hər bir şeyimiz veriləcək. Heç bir şeylə də təmin olunmamışıq. Evimiz də bu. İndi pis günə qalacaq, bilmirik necə edək. Ağdam rayonunun Sarzalı kəndinin tikintisi dövlət büdcəsinə 35 milyon manata başa gəlib. Kənddəki fərdi yaşayış evlərini 6-cı mərtəbə məsuliyyətli cəmiyyət tikib. Şirkət Qarabağda mütəmadi layihələr həyata keçirir. Zəngilan rayonu Cahangirbəyli kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi müqabilində büdcədən daha 15 milyon manat alıb. 6-cı mərtəbə şirkətinin direktoru Təhməzli Ataş İlahioğludur. O, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.
Kənddəki yaşayış evlərinin tikintisini 19 saylı tikinti təmir idarəsi MMC həyata keçirib. Layihənin dəyəri 46 milyon manatdır. 19 saylı tikinti təmir idarəsi MMC-nin Qarabağda gördüyü keyfiyyətsiz işlər bununla yekunlaşmır. Şirkət Harovludakı qeyri-yaşayış evlərinin tikintisi müqabilində daha 15 milyon manat, Qubadlı rayonu Xanlıq kəndinin Şagülü planlama üzrə torpaq işlərinin görülməsi üçün isə 3 milyon manat alıb. Horovluda çay yatağının ətrafında, selin suyun axarında, düşərgə tipində az qala bir-birinə bitişik tikilmiş evlər, həyətyanı sahəsi belə olmayan darısqal qutu kimi otaqlar. Cahangirbəri kəndindəki fərdi yaşayış evlərini 31 milyon manat müqabilində Hünər İnşaat firması tikib. Şirkət 14 milyon manatlıq Cahangirbəri kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi layihəsinin də dırnaqarası qalibi olub. Şirkətin sahibi Nəbiyev Yunis Nəbioğludur. O, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də vaxtilə şirkətdə layihə menecerinin müavini olub. Çalışın bu selava düşmeyin. Selavda kim düşse selava sel yuyup aparacak.